Yengeç bürcü 10 avqust 2026-cı il. Risk etməməyə çalışın. İşlərdə ehtiyatlı davransanız, yeni nəsə icad etməyə əvəzinə sınaqdan çıxmış və etibarlı üsullara üstünlük versəniz, bu gün xeyli sakit keçəcək. Günün ikinci yarısında yaranacaq ideyalara diqqət yetirməyə dəyər. Onları dərhal həyata keçirmək çətin olacaq. Amma bir qədər sonra bu planlara mütləq qayıdacaqsınız. Boğa bürcü 10 avqust 2026-cı il. Müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Vacib bir işə başlasanız böyük ehtimalla uğur qazanacaqsınız. Son vaxtlar həm sizi, həm də yaxınlarınızı narahat edən məsələlər uğurla həll olunacaq. Peşəkar inkişaf istəyənlər bu gün iş layihələri haqqında düşünməlidirlər. Ola bilsin ki, gələn həftə həyata keçirə biləcəyiniz əla ideyalar yaransın. Əkizlər bürcü 10 avqust 2026-cı il. Səhər gərgin anlar olmadan keçməyəcək. Xüsusilə həssas və təsirə tez düşən əkizlər üçün bu vaxt çətin olacaq. Bürc nümayəndələri ətrafdakıların onları yaxşı anlamasına və lazımınca qiymətləndirməməsinə görə narahat ola bilərlər. Günün ikinci yarısı isə tam fərqli olacaq. Bu vaxt yeni kəşflər, xoş sürprizlər, gözlənilməz hədiyyələr vəd edir. Pul daxil olmaları da mümkündür. Xərçəng bürcü 10 avqust 2026-cı il. Ciddi narahatlıq üçün səbəb yoxdur. Müsbət tendensiyaların təsiri üstünlüyü təşkil edəcək və bu gün baş verənlərin çoxu sizi sevindirəcək. Gəlirlərin nəzərə çarpacaq dərəcədə artmasını vəd edən gözlənilməz işgüzar təkliflər də mümkündür. Gün şəxsi münasibətlər baxımından da uğurlu olacaq. Yeni tanışlıqlar üçün əlverişli şərait yaranacaq. İşə çox vaxt ayıran xərçənglərin bütün qayğıları bir müddət unudaraq yaxşı istirahət etmə imkanı olacaq. Şir bürcü 10 avqust 2026-cı il. Uğur üçün sərbəst hərəkət etmək çox vacibdir. Bugün heç kim sizə kömək etməsə, qəribə görünsə də bunun xeyri olacaq. Heç kimə, heç nə izah etməyə, niyə məhz belə davrandığınızı danışmağa ehtiyac qalmayacaq. Çağırılmamış məsləhətlər də ən uğursuz anda sizi çaşdırmayacaq. Lakin şəxsi münasibətlərdə müstəqilliyə can atmağınız bəzi problemlər yarada bilər. Yaxın bir insan ona kifayət qədər diqqət ayırmadığınızı düşünə bilər. Qız bürcü 10 avqust 2026-cı il. Görməli olduğunuz çox iş var. Gününüzü elə planlaşdırın ki, ən vacib işlər onun birinci yarısına düşsün. Belə diqqəti cəmləmək daha asan olacaq. Ətrafınızdakilar da sizi xeyli az yayındıracaqlar. Uğurlu şəraitin gözlədiyinizdən daha sürətli hərəkət etməyə imkan verməsi də mümkündür. Günün ikinci yarısı kifayət qədər uğurlu olacaq. Amma istirahət və maraqlı məşğuliyyətlər üçün daha münasibdir. Əyləncəli bir tədbirə dəvət oluna bilərsiniz və orada çox yaxşı vaxt keçirəcəksiniz. Tərəzi bürcü 10 avqust 2026-cı il. Gün kifayət qədər gərgin olacaq, amma lazımsız problemlərdən yayınmaq üçün necə davranmalı olduğunuzu tez anlayacaqsınız. Köməyə ehtiyac yaranarsa yaxşı tanıdığınız insanlara müraciət edin. Onlar sizi yarı yolda qoymayacaqlar. Təhsildə nəzərə çarpacaq uğurlar qazana bilərsiniz. Bugün bir çox tərəzilər istənilən məlumatı xüsusilə sürətlə yadda saxlayacaq və mürəkkəb məsələləri asanlıqla anlayacaqlar. Əldə etdiyiniz biliklərin yaxın vaxtlarda gəlirlərinizi artırmağa imkan verməsi də mümkündür. Əqrəb bürcü 10 avqust 2026-cı il. Çox iş görməyə vaxt çatdıra bilərsiniz. Bu gün xüsusilə sürətli hərəkət edəcəksiniz və bu cəmi bir neçə saat ərzində bir neçə mürəkkəb məsələni həll etməyə, başqalarının bacarmadığı işlərin öhdəsindən gəlməyə imkan verəcək. Məhz sizin səyləriniz sayəsində bəzi ailə problemlərinin keçmişdə qalması da mümkündür. Yaşlı əqrəblər sağlamlıqlarına daha diqqətli yanaşmalıdırlar. Yığılmış qalmış yorğunluq səbəbindən belə bürc nümayəndələri günün sonunda özlərini o qədər də yaxşı hiss etməyə bilərlər. Digərlərinin də istirahət üçün daha çox vaxt ayırması yaxşı olar. Xatan bürcü 10 avqust 2026-cı il. Müsbət tendensiyaların təsiri üstünlüyü təşkil edəcək və bir çox şey hətta gözlədiyinizdən də uğurlu alınacaq. Gün qohumlar köhnə dostlarla ünsiyyət üçün çox münasibdir. Əvvəllər aranızda fikir ayrılıqları yaranıbsa, bu gün hər şeyi sakitcə danışmaq, mübahisələri geridə qoymaq imkanı olacaq. Gün kiçik alış-verişlər üçün də əlverişlidir. Təkcə özünüz üçün deyil, yaxınlarınız üçün hədiyyələr də ala bilərsiniz. Oğlaq bürcü 10 avqust 2026-cı il. Bugün bəxtin bütün təşəbbüslərinizdə sizi müşahidə edəcəyi demək olmaz. Amma ümumilikdə müsbət tendensiyaların təsiri nəzərə çarpacaq olacaq. Əvvəllər başladığınız işləri sona çatdıracaq. Yaxınlarınızı narahat edən məsələni həll edəcəksiniz. Kiçik pul daxil olmaları mümkündür. Onlar yerinə düşəcək. Aldığınız məbləğ bəzi vacib alış-verişləri təxirə salmadan etməyə imkan verəcək. Gün istirahət üçün münasibdir. Əyləncəli səfərlər uğurlu keçəcək. Dolça bürcü 10 avqust 2026-cı il. Günün başlanğıcı çox əlverişli olacaq. Bu vaxt dolçalara köhnə səhvləri düzəltmək və ya çoxdan başladıqları bir işi uğurla başa çatdırma imkanı verəcək. Yaxınlarla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Ümumi dil tapmağın asanlaşdığını, fikir ayrılığı üçün səbəblərin isə daha az yarandığını hiss edəcəksiniz. Günün ikinci yarısı pis keçməyəcək. Lakin bu vaxt bir çox dolçanı hadisələrin həddindən artıq yavaş inkişaf etməsi qıcıqlandıracaq. Kəskin dəyişikliklər etmək istəyəcəksiniz, amma şərait qətiyyətli addımlara çətin ki imkan versin. Balıqlar bürcü 10 avqust 2026-cı il. Günün əvvəlində yaranacaq ideyalar sizə çox perspektivli görünəcək. Təkcə sizə yox,
Bir çox insan bu planların həyata keçirilməsində iştirak etmək istəyəcək. Lakin hərəkətə başlamazdan əvvəl hər şeyi bir daha qiymətləndirmək daha yaxşı. Ola bilsin ki, planlarınızın zəif tərəflərini görəcək, nə isə nəzərə almadığınızı anlayacaqsınız. Günün ikinci yarısı şəxsi münasibətlər baxımından çətin ola bilər. Sevdiyiniz insanla ümumi dil tapmaq dərhal alınmayacaq. Bəzi köhnə problemlərin yenidən özünü xatırlatması da mümkündür.